Avropa İttifaqı ölkələrində gənclərin orta işsizlik səviyyəsi 14,8% təşkil edib. Yanavaz.com Eurostata istinadən xəbər verir ki, ən yüksək gənclər işsizliyi Estoniyada qeydə alınıb. Ölkədə 15-24 yaşlılar arasında işsizlik səviyyəsi 26,9% olub. Bu göstərici Avropa İttifaqında ən aşağı nəticəyə malik Malta ilə müqayisədə 4 dəfədən çox fərqlənir. Cənubi Avropa ölkələri də yüksək gənclər işsizliyi ilə diqqət çəkib. İspaniyada göstəricilər 24%, İtaliyada 20,1%, Portuqaliyada 18,9%, Yunanistanda isə 18,8% olub. Fransada 18,7% ilə Avropa İttifaqı ortalamasından yüksək nəticə göstərib. Şimali Avropa ölkələrində də vəziyyət eyni olmayıb. Güclü iqtisadiyyata malik İsveçdə gənclər arasında işsizlik 23,8%, Finlandiyada isə 21,4% təşkil edib. Ekspertlər bildirirlər ki, gənclər arasında işsizlik yalnız iqtisadi artımla bağlı deyil. Təhsildən əmək bazarına keçid, peşə hazırlığı sistemləri, bacarıq çatışmazlığı və regionlar arasındakı iqtisadi fərqlər bu göstəriciyə ciddi təsir edir. Məsələn, İspaniya son illərdə iqtisadi artım göstərsə də gənclərin işsizliyi hələ də Avropanın ən yüksək səviyyələrindən biri olaraq qalır. Buna səbəb kimi əmək bazarında tələb olunan bacarıqlarla gənclərin sahib olduğu ixtisaslar arasındakı uyğunsuzluq göstərilir. Digər tərəfdən Almaniya, Malta və Niderland gənclərin məşğulluğu baxımından ən yaxşı nəticə göstərən ölkələr sırasındadır. Bu dövlətlərdə peşə təhsili sistemləri işəgötürənlərin ixtisaslı kadrlara tələbi və təhsil ilə əmək bazarı arasındakı əlaqə gənclərin daha tez iş tapmasına kömək edir. Mütəxəssislərin fikrincə, Avropada gənclər üçün iş imkanlarının qeyri-bərabər olması əmək miqrasiyasını da gücləndirir. Daha yaxşı karyera imkanları axtaran gənclər tez-tez yüksək məşğulluq göstəricilərinə malik ölkələrə köçürlər. Avropa İttifaqı ölkələrində 15-24 yaşlılar arasında işsizlik səviyyəsi belə olub. Məlumat üçün bildirək ki, açıqlanan son rəsmi məlumata görə Azərbaycanda 15-24 yaşlılar arasında işsizlik səviyyəsi 12,8% olub. Belə ki, ölkədə 15-24 yaşlılar arasında işsizlərin sayı 79,8 min nəfər olub. Bu isə ölkə üzrə qeydə alınan ümumi işsizlərin 28,2%-nə bərabərdir.